Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina şefi'i zunubina Ebil Qasim Muhammed. Allahümme salli Muhammed ve ali Muhammed ve ala alihi tayyibin tahirin el ma'sumin el mukerremin. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. قال الله تعالى في محكم كتابه: إن الله ربي وربكم فاعبدوه هذا صراط مستقيم. آمنا بالله وصدق الله العلي العظيم. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Aziz müminler, cümle gününüz mübarek olsun. Allah Teala sizleri ve bizleri bugünün bereketinden, rahmetinden mahrum etmesin inşallah. Allah Teala Kur'an-ı Kerim'de buyurur: İnnallaha Rabbi ve Rabbukum. Peygamberlerin dilinin birinden deyilir ki Allah benim ve sizin Rabbinizdir. Fa'buduh, ona ibadet edin. Hâzâ sıratun mustakim. Doğru yol budur. Dinimizde ibadet təkcə zahiri əməllərdən ibarət deyil, müəyyən şəri təklifləri yerinə yetirməkdən ibarət deyil. İbadət bir mərifət seyridir, bir qəlb seyridir ki, bundan da hədəf Allah Subhanahu ve Taala'ya çatmaqdır. Amma nə vasitəsilə? İdrak vasitəsilə, mərifət və məhəbbət vasitəsilə Allaha çatmaq. İbadət yoldur, hədəf deyil. Kamilliyə doğru, ilahi kamilliyə doğru gedən bir yoldur. Hədəf kamilliyin özüdür. Kur'an-ı Kerim'də bir ayədə oxuyuruq: "Mə xaləqtul cinnə vəl insə illə liyəbudun." Mən cinləri və insanları ona görə yaratdım ki, ibadət etsinlər. Təkcə bu ayəni götürsən, bu cür başa düşəcəksən ki, yaradılışın məqsədi ibadət etməkdir. Çünkü der: "Mən xaləqtul cinnə vəl insə illə liyəbudun." Cinləri və insanları yalnız ibadət etsinlər deyə xəlq etmişəm. Amma Kur'an-ı Kerim bilirsiniz, hansısa bir ayəsini digər ayələrdən ayırıb bir dənə ayəyə görə hökm versən insan azar. Bir mövzuda istəyirsən Kur'an-ı Kerimin baxışını əldə eləyəsən, o mövzuda Kur'an'ın bütün ayələri ki danışıb hamısını gərək sərgiləyəsən göz önünə, sonra nəticəni çıxardasan. Çünkü başka bir ayette Allah Teala buyurur ki: "A'budu rabbakumellezî halakakum vellezîne min qablikum leallekum tettekûn." Sizi ve sizden öncekileri yaradan Rabbinize ibadet edin, belki təqvalı olasınız. Bu ayədən gördük ki, hədəf dəyişdi. Eğer yaradılışın məqsədi ibadətdirsə, ibadət gördük. Burada hədəf ise gördük, artıq ibadət hədəf deyil, ibadət yoldur. Təqva əldə etmək üçün bir yoldur. Bəs təqva özü necə hədəfdir? Yine Kur'an-ı Kerim'e bakırıq. فَمَنْ كَانَ يَرْجُ لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا. Hər kəs Rəbbi ilə görüşə, Allahla görüşə, hər kəs inamı varsa, əmindirsə, فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا, salih əməl yerinə yetirsin və Rəbbinin ibadətində heç nəyi ona şərik qoşmasın. Məqsəd liqaullahdır, Allahın özüdür. Hədəf Allahın özüdür. Demək ki, ibadət yoldur. İnsan ya daima yuxarıya doğru, kamilliyə doğru irəlləməkdədir, ya da aşağıya doğru çökməkdədir. Burada dayanma yoxdur. Belə deyil ki, məsələn, insan hansısa bir məqamda dayanır. Ki, məsələn, namaz qılan, ibadət eləyən bu daimi mənəvi yüksəlişdədir. Namazı tərk eləyən çöküşə doğru getməkdədir. İlahi kamillik fəlsəfəsində də günah bu cürdür. Günahı biz müxtəlif cür dəyərləndirə bilərik. Kamillik pillələrində irəliləmək baxımından günahı dəyərləndirmək istəsək, günah təkcə yuxarıya doğru getməyi dayanmaq deyil, əksinə aşağı doğru sürüklənməkdir. Günah bizi kamillik pillələrində nəinki yuxarı doğru qalxmağımıza mane olur, bizi aşağıya doğru sürükləməkdədir günah. Ona görə də günah nədir? Aşağıya enişdir, aşağıya enməkdir. Və burada fərqi yoxdur, sən bilərəkdən günah eləyirsən, yoxsa səhvən o günah elədin. veya namazın tərkində sən üzürlüsən veya üzürlü değilsən, heç bir fərq yoxdur. Biz nə bənzəyir?
Bir adam xəstədir. İndi səhvan dərmanları qəbul eləmir və ya bilərəkdən dərmanları qəbul eləmir və ya üzürlü bir səbəb var, bu dərmanı qəbul eləyə bilmir. Bu sağalma prosesinə təsir edir, etmir? Təbii ki, edir. Onun biyoloji varlığına, sağalmasına təsir edir. Mənəvi məsələlər də bu cürdür ki, ibadət səhvən tərk olunsa da belə və ya üzürlü səbəbdən tərk olunsa da belə insan müəyyən məsələlərdən məhrum olur, o mənəvi cəhətlərdən məhrum olur. Ki, ibadət demək ki, kamillikdə bir pillələrində bir yoldur. Ki, biz hər gün ibadət etməklə o pillələri qalxmalıyıq və bunu özümüzdə hiss etməliyik. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, mən ləm yərə ziyadətə fi nəfsihi fəhuvə ilən nöqsan. Hər kəs özündə artım görməsən, mənəvi artımı görməsən, o nöqsana doğru gedir, naqisliyə doğru gedir. Və mən kənə ilən nöqsan fəl-məvtul xeyrun ləhu minəl həyat. Hər kəs ki, nöqsana doğru gedir, ölüm onun üçün həyatdan daha xeyirlidir. Çünki itirə gedən bir insan üçün ölmək daha xeyirlidir. Mənəvi cəhətdən itirə gedir bu insan. İmam Zeynalabdin əleyhissalamın dualarında da deyir, ilahi, əgər ömrüm sənin itaətində keçəcəksə, ömrümü uzat. Əgər ömrüm şeytanın oylağına çevriləcəksə, canımı al. İmkan vermə ki, şeytan mənim həyatımı otlağa çevirsin, ömrümü öz otlağına çevirsin, meydanına çevirsin. İnsan da ibadətdə çalışmalıdır, bax, bu pillələri yüksəyə doğru qalxmağa. Ki, ibadətin həqiqəti nədir? Dinimiz, xüsusilə Əhl-i Beyt məktəbi ibadətin həqiqətini bizə nə cür aşılıyor? Həqiqi ibadət mərifətullah üzərində qurulub. Həqiqi ibadətdə mərifət olmalıdır, məhəbbət olmalıdır, eşq olmalıdır. İbadət kəmiyyətin çoxluğu deyil, sayın çoxluğu deyil. Ruhdan mücərrəd olan, ruhdan uzaq olan ibadətin say çoxluğu Əhl-i Beyt məktəbində dəyəri olmayan bir ibadətdir. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, mə ubidallahu bi şeyin afzalə minəl ma'rifəti bih. Allaha ibadət olunan ən üstün əməl onu tanımaqdır. Ona görə də Əmir əl-Mömin əleyhissalam nə buyurur? Deyir, əvvəl-i-din ma'rifətuh. Dinin əvvəli Allahı tanımadır. Amma bu tanıma hansı tanımadır? Bu tanıma sözdə tanımadır, zehində tanımadır, yoxsa qəlbdə tanımadır, ruhda olan o mərifətdir. Bu tanıma məbudun əzəmətini qəlblə müşahidə etməkdir. Və mərifət olmasa bu hasil olmur, bu baş vermir. İbadətin mahiyyəti bu iki kəlmədədir. İzzər rububiyyə və zillil ubudiyyə. Rububiyyətin izzəti, böyüklüyü və ubudiyyətin zilləti, heçliyi. Heçliyimizi dərk eləməliyik. Allahın izzətini anlamalıyıq, əzəmətini anlamalıyıq. Bu əzəməti görməliyik ki, Allahdan savayı heç bir şey əzəmətli deyil. Hər şey puçdur. Həqiqi varlıq ona məxsusdur. Qalan gördüyümüz Allahdan sivayı nə varsa kölgə varlığıdır. İlahi təcəllidən başqa bir şey deyil. Və ibadət sonsuz olan, mütləq olan, sonsuz kamilliyə doğru bir seyrdir. Məhdud bir varlıqlarıq biz. Biz bu məhdud varlıqlarımızın, amma bizim bir cəhətimiz var ki, biz bu məhdudiyyətdən qurtula bilsək, mütləqliyə qovuşa biləcəyik. O mütləqlikdə seyr eləyə biləcəyik. İbadət həmin bu seyrə çevrilməlidir ki, sən, ey məhdud varlıq olan insan, ibadətlə o mütləq kamillik ünvanına başvurursan və qəlb gözündən sən onun həqiqətini, cəmal və cəlalını müşahidə edirsən. Peyğəmbər və Ali Peyğəmbərə salavat zikr edək. İndi gələk ibadətin mərhələləri ki var, mərtəbələri var ki, məşhur hədisdir, Əmir əl-Möminin əleyhissalamın məşhur bir hədisidir. Hamımız, burada oturanlar hamımız o hədisi eşitmişik. Amma bir məsələyə diqqət edək. Bəzən görürsən bir şeyi 1000 dəfə eşidirik. Elə bir nöqtə var ki, onun içərisində ondan qəflətdə oluruq. Əmir əl-Möminin əleyhissalam həmin bu hədisində ibadətin dərin irfani mənasını ortaya çıxardır. Həzrət buyurur ki, İnnə qovmən əbədullaha rəğbətən. Bir dəstə insan Allaha rəğbətdən dolayı ibadət eləyər.
Yəni Allahın savabına olan istəkdən dolayı ibadət eləyər. Fətilkə ibadətü tüccar, bu tacirlərin ibadətidir. Və innə qavmən abəduhu rəhbətən, bir qism insan da qorxudan ibadət eləyər. Cəhənnəmin qorxusundan, Allahın verəcəyi cəza və şiddətli əzabın qorxusundan dolayı ibadət eləyir. Fətilkə ibadətül abid, bu qulların ibadətidir. Və innə qavmən abəduhu şükrən, bir qövm də var ki, Allaha şükür olaraq ibadət eləyir. Fətilkə ibadətül əhrar, azad insanların ibadəti budur. Gör ki, tacirlərin ibadəti savab istəməkdir. Bizdə də bu var, məsələn görürsən, deyirsən, filan əməli elə, filan qədər savab verəcək sənə. Yəni biz başlayırıq artıq kəmiyyətə diqqət eləməyə, keyfiyyətdən kənarlaşırıq. Naraqi, Molla Muhammed Məhdi Naraqi, böyük ustaddır, böyük əxlaq alimidir. 2 cildli kitabı da var, Əsrar-ı Səadat. İslam əxlaqında yazılmış ən gözəl kitablardandır. Naraqi deyir ki, hicablar 2 qismdir. Bir var zülmət hicabları, bir var nurdan olan hicablar. Zülmət hicabları günahlardır. Ola bilər bundan qurtulmusan, günah eləmirsən. Amma qarşında nurani hicab var. Nurani hicab nədir? Deyir, nurani hicab budur ki, sən Allaha ibadət edirsən cəhənnəmin qorxusundan. Savab dalınca ibadət edirsən. Cənnətdəki nemətləri əldə etməkdə üçün ibadət edirsən. Cənnəti, cəhənnəmi xatırlayırsan, amma cənnət və cəhənnəmin sahibi olan Allah-u Teala'nı xatırlamırsan, ondan qəflətdəsən. Bu deyir nur hicabıdır, bunu da keçmək lazımdır. Əli əleyhissalam burada buna işarə edir ki, ibadət, o kəslər ki, şükür olaraq Allaha ibadət edirlər, azad insanların ibadətidir. Yəni, nəfsani istəklər bunların ibadətlərinə müdaxilə eləməyib, bunların ibadəti mərifət və bu mərifətdən doğan məhəbbət əsasındadır. Məhz bu 3-cü məqam irfani ibadətin cövhəridir, əsasıdır. Çünki ibadətin hədəfləri var da. Ən aşağı hədəf budur ki, itaəti yerinə yetirmək. Allah Qur'an-ı Kərimdə buyurur, əqimis salat, namaz qılın. İnnə salate kânət aləl müminə kitəbən məvquta. Namaz möminlərə müəyyən vaxtlarda vacib edilmiş bir əməldir. Mən də gəlirəm, vaxtında namazımı qılıram. İtaəti yerinə yetirdim. Bu aşağı hədəfdir. Bundan biraz yuxarı hədəf budur ki, namazla mən istəyirəm arınam, paklaşam, saflaşam, qəlb saflığını əldə eləyə biləm. Qur'an-ı Kərimdə namazın fəlsəfəsi barəsində buyuran o ayəni tətbiq eləyə biləm. İnnə salate tənhə anil fəhşəyi vəl münkər. Namaz insanı çirkinliklərdən, pis əməllərdən uzaqlaşdırır. Bu 2-ci bir mərhələsidir. 3-cü hədəfsə nədir? Təfəkkürə gəlib çatmaqdır, mərifətə gəlib çatmaqdır. Allah-u Teala'nın qüdrəti barəsində düşünməkdir. İmam Rıza əleyhissalam buyurur, leysəl ibadəti kəsrətus salat. İbadət çox namaz qılmaq deyil. Vələs-savm, çox oruç da tutmaq deyil. İnnəməl ibadətü ət-təfəkkürü fi əmrilləh Teala. İbadət Allahın işləri barəsində düşünməkdir. Allahın əzəməti və qüdrəti barəsində düşünməkdir. Bundan da uca hədəf budur ibadətdən ki, və ən son hədəf də elə budur, əl-vusuli ilallah, Allaha qovuşmaq, Allah-u Teala'ya çatmaq. Təfəkkür olmadan vüsal mümkün deyil. Mərifət olmadan vüsal mümkün deyil. Təfəkkür, mərifət Allaha doğru seyr edənin qanadlarıdır. Bu qanadlar sayəsində sən o müqəddəslik yuvasına uça biləcəksən. Təfəkkürsüz, mərifətsiz əldə eləməzsən. Hədislərimizin birində buyurur ki, İnnəllaha ləm yəttəxuz vəliyyən cəhilə. Allah özünə cahil vəli seçməz, dost seçməyibdir. Allah dostu cahil olmaz. Cahil birisini Allah özünə dost seçməyibdir. Düşüncə, təfəkkür hər zaman lazımdır. Təfəkkür olmadan, mərifət olmadan vüsal yoxdur. Qəlb saflığı olmadan da düzgün təfəkkür olmayacaq. Qəlbin saflığı lazımdır. Sənin düşüncə, təfəkkürə başqa maraqlar qarışmasın. Şirk burada baş verir ha. Niyyətinə bir zərrə bir başqa hədəf, maraq qarışdı, bitdi, o ilə getdi. Puç oldu, bütün əməl puç oldu. Fikrimizdə var da, bilirsiniz, şəriətimizdə məsələ olaraq deyirəm ki, məsələ bizə aydın olsun. Ki, az bir suya, az qaba bir qətrə murdar düşsə nə olur? Hamısını murdar eləyir. Muzaf suya bir qətrə murdar düşsə nə olur? Hamısını murdar eləyir. Yeməkdir, qazanda qaynayır. Bir qətrə məsələnin içərisində qan düşdü. Bütün yemək oldu murdar. Yeyilməsi də oldu haram. İnsanın niyyətini bir zərrə belə Allahdan qeyri bir hədəf, məqsəd qarışdı, getdi. O təfəkkür də getdi. Ona görə qəlbin saflığı, arınmış bir qəlb lazımdır. Qəlbin saflığını nə ilə əldə edə bilər insan? Xalis ibadətlə, ixlasa çatmış bir ibadətlə.
ki bütün əğyarı qovub çıxarda bilər. Ona görə ibadətə eşq lazımdır. İnsan ibadətə eşqlə gəlməlidir. İmam Cəfər Sadiq əleyhissalam, Həzrət Rasulullah Muhammed sallallahu aleyhi və səlləm Peyğəmbərdən nəql edir ki, Peyğəmbər burada ən üstün insan o insandır ki, mən aşiqəl ibadətə fəənəqəhə. İbadətə aşıq ola, onu qucaqlaya. Və əhəbbəhə bi qəlbihi, qəlbi ilə ibadəti sevə. Və bəşərəhə bi cəsədi, bütün bədəni ilə o ibadəti yerinə yetirə. Və təfərrəqə ləhə, özünü ona həsr eləyə. Bundan sonra fəhvə lə yübəli alə mə əsbəhə minəd dünya alə usrin əm alə yusrin. Bundan sonra onun üçün deyir, əhəmiyyət vermir bu dünyada çətinlik içindədir, yoxsa asanlıq içindədir. Onun üçün fərqi yoxdur. Bunun əlamətləri var. Bir əlamət budur ki, insan nə vaxt ibadətə aşıq olur, ibadətin vaxtına şövq ola insanda. Namazın vaxtının gəlməsini istəyir. Çünki rahatlığını onda tapır. Sevgilisi ilə, məhbubu ilə o vaxt görüşəcək. Bir adam sevdiyi birisini, məşuqunu gözləyə, gör necə müştaq olacaq, onun gəlişini necə arzulayacaq. Vaxt daraldıqca həyəcanı daha da artacaq. Bu cür ibadətə aşıq olmaq lazımdır. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm namaz yaxınlaşanda Bilala deyərdi, ərihnə ya Bilal. Bilal bizi rahatla, yəni azanı bir rahatlayaq. Ruhumuzun rahatlığını tapaq. Namazın vaxtına şövq. Vaxt daxil oldu, tələsəsən namaza. Bu münafiqlərin sifətidir. Lə yəqumunə ilə sələti illə küsələ. Onlar namaza qalxanda tənbəlliklə qalxırlar. Yük kimi qılmamalıyıq namazı. Boynumdan bu yükü düşürtdüm. Bu cür olmamalıdır. Onda biz ibadətin o ali o mənfəətlərindən, faydalarından məhrum olacağıq. İbadətin rükusunu, səcdəsini, bütün qayda qanunlarını doğru, dürüst şəklində, adabı ilə yerinə yetirəcəyik. Və məqsədimiz elə gedim, çatım, salamları deyim, bu ilə də işi bitirim, bu olmamalıdır. Məqsəd bu olmamalıdır. Ki, elə salamları deyim, bitirmə bu namazı tez. İbadət təkcə bədən hərəkəti deyil, ibadət huzurdur, qəlbin huzurudur. Əhl-i Beyt mədrəsəsi bizə bunu öyrədir. Əhl-i Beyt mədrəsəsi bizə öyrədir ki, ibadət hərəkətdən ibarət deyil. Cəsədin, bədənin hərəkəti deyil. Əyil, qalx, oturdur. Bu deyil ibadət. Bu formadır. İbadət qəlbin huzurudur. Bu formanın içində bir huzurul qəlb gərəkir. Qəlb huzuru olmasa ibadətdə, ibadət dəyərsiz olacaqdır. Ona görə İmam Baqir əleyhissalam nə buyurur? Buyurur ki, leysə lil-abdi min salatihi illə mə aqbələ aleyhi bi qalbihi. Bəndənin namazdan əldə etdiyi bilsin nədir? Bəndənin namazın o qədəri qəbuldur, o qədəri deyir, onu qazanmış olur ki, qəlbi ilə onu yerinə yetirib. İndi bizim ibadətdə bu 1 saniyədir, 2 saniyədir, 5 saniyədir, yarısıdır, hamısıdır. Bunu Allah bilir, biz də bilirik. Başqa bir hədisdə buyurur ki, İmam Baqir əleyhissalamdan, bəndə namaz qılır, görsən yarısı qəbul olur. Namaz qılır, 1/3 qəbul olur. Namaz qılır, 5/1 hissəsi qəbul olur. Namaz qılır, 10/1 hissəsi qəbul olur. Namaz qılır, əski kimi namaz bükülüb onun üzünə çırpılır ki, bu namazın bir faydası yoxdur. Bu namazdan bir şey qalmadı da burada. Namazdan başqa hər şey oldu içində. Ona görə namaz xuşu ilə qılınmalıdır. Namaz xuzu ilə qılınmalıdır. Allah qarşısında insan ruhən əriməlidir və ibadətin ruhunu hiss etməlidir. Biz Əhl-i Beytin dualarında bunu görürük, Əhl-i Beytin ibadətlərində bunu görürük. Xüsusilə də Kumel duasının mənalarına diqqət edin, Ərəfat duasının mənalarına diqqət edin. İmam Zeynalabdin əleyhissalamın münacatlarına diqqət eləyək ki, İslam irfanının ən gözəl mətnləri məhz bunlardır. Mərifət var, şuhud var. İnsan varlığının fəqirliyini müşahidə eləyə bilir. İnsan ruhunun fəqirliyini müşahidə eləyə bilir. İlahi bir eşq var bu dualarda. Allaha bir cəzb olunmaq var. Ki, İmam əleyhissalam nəcür deyir? İlahi mə əbəddükə xavfən min narik və la təməən fi cənnətik. İlahi, nə cəhənnəmin qorxusundan sənə ibadət etdim, nə cənnətinə olan şövqdən dolayı sənə ibadət etdim. Bəs nədir sənin ibadətin səbəbi? وَلَكِنْ وَجَدْتُكَ أَهْلًا لِلْعِبَادَةِ فَعَبَدْتُكَ. Səni ibadətə layiq gördüm, layiq bildim. Buna əmin oldum, bu yəqinliyə çatdım və sənə ibadət etdim. Ki, sən ibadətə layiqsən, sən ibadətə tam layiq birisən. Xuşu və xuzu ilə qılınmalıdır buna görə ibadət.
Xuşu nədir? Xuşu bir haldır ki, insan Allahın Cəllə Cəlaluhu, Allahın cəlalını və Allahın cəmalını müşahidə eləyəndə onda baş verən bir mütülük halıdır, bir zillət halıdır, bir heçliyi duymaq halıdır. Burada iki tərəf var. Bir Allahın cəlalını görürsən, bir cəmalını görürsən. Cəlal Allahın əzəməti, qüdrəti. Bunu görəndə insanda qorxu yaranır, heybət yaranır. Bunu düşünəndə insanın içinə bir qorxu dolur. Bu müsbət qorxudur. Allahın cəmalını insan müşahidə eləyəndə, bunun barəsində düşünəndə və bu cəmalı əqlən və ya qəlbən müşahidə eləyəndə insanın içinə sevgi dolur, məhəbbət dolur, eşq dolur. Ona görə də xuşu qorxu və sevginin qarışığından yaranan bir mütülükdir. Böyük alimlərimizdən Mühəqqiq Kaşani Əl-Məhəccətul Beyza kitabında iki qismə bölür xuşunu. Bir deyir qəlbin xuşusu. Qəlbin xuşusu deyir budur ki, Allah'tan savay hər bir şey kənara atasan. Allah'tan savay heç bir şey olmaya. Bütün himmətin, bütün məqsədin Allaha yönəlməkdir. Qəlbdə məhbubdan başqa birisi olmasın. Evdə ev sahibindən başqa birisi olmasın. Əğyarı qov, yadları qov bu qəlb evindən. İkincisi deyir bədənin xuşusudur ki, namazda bədənin artıq hərəkətlər etməsin. Əlin qolun ora-bura hərəkət eləməsin. Nə bilim, biri barmağı şaqqıldadır, biri saçın düzəldir, biri paltarın düzəldir. Bu hallar olmasın. Bu hallar onu göstərir ki, bizim əgər qəlbimiz xuşu eləsə, bu bizim cismimizə riayət eləyəcək. İnsan görsən bir qorxulu bir mənzər görəndə bədən də başlayır titrəməyə. Qorxunu duyursan, hiss eləyirsən, bu sənin bədənə öz təsirini verir. Ariflərin ibadəti bu cür idi, Əhl-i Beytin ibadəti bu cür idi. İmam Zeynalabdin əleyhissalam deyir, ibadət eləyəndə mə yətəhərrək illə mə yuhərrikuhum rih. Külək onun paltarını tərpətdiyindən başqa onun tərpəndiyini görməzdilər. Belə ibadət əhli idilər. Əbu Dərda eşitmişsiniz də, Peyğəmbər sahabəsidir. Əbu Dərdadan nəql olundu. Bir gün girdim deyir, Peyğəmbər məscidinə, gördüm sahabələr oturub, dünyasını dəyişmiş sahabələrdən danışırlar. Bədir sahabələrindən danışırlar, Ühud sahabələrindən danışırlar, tərifləyirlər. Deyir, baxdım bunlara, dedim ki, and olsun Allaha, mən Rasulullahın sahabələri içərisində Əli ibn Əbi Talib kimi birisini görmədim. Bir gün deyir, Mədinənin kənarında Bəni Nəccar xurmalıqlarında gördüm, deyir ki, Əli ibn Əbi Talib girdi xurmalığa, ayrıldı, deyir, yanımdakilardan keçdi o tərəfə. Mən də arxasıncan getdim. Getdi, deyir, xurmalıqlarda gözdən itdi, başladı, deyir, münacat eləməyə, zikir və dua eləməyə. Biraz keçdi, səsi kəsildi. Fikirləşdim ki, yoruldu yəqin, yuxu tutdu Əli ibn Əbi Talibi. Gəldim, deyir, yaxınlaşdım, gördüm, üzü quyulu yerdədir. Hərəkət elətdirdim, onu tərpətdim, tərpənmədi, sanki deyir, bir taxta parçası kimi quruyub yerdə. Öz-özümə dedim ki, inna lillah və inna ileyhi raciun. Mətə vallahi Əli ibn Əbi Talib. Əli ibn Əbi Talib dünyasını dəyişdi. Qaçdım, deyir, Fatimənin evinə xəbər verəm. Çatdım, deyir, xanıma xəbər verəndə soruşdum, nə olub, nə halda? Deyir, içinə ibadət eləyirdi, namaz qılırdı, dua eləyirdi. Birdən səsi kəsildi, getdim, bu vəziyyətdə tapdım. Dedi, ey Əbu Dərda, o ibadətdə hər zaman onun başına gələn bir işdir. Dilkə qəşya özündən gedibdi. Gedin üzünə biraz su çiliyin, özünə gələcəkdir. Deyir, gəldik, deyir, Əli ibn Əbi Talibin üzünə su çilədik, ayıldı. Onda deyir, Əbu Dərdə deyir, mən ağladım ki, ey Əli ibn Əbi Talib, niyə axı üzü bu günə qoymusan? Və Əli İslam deyir, məhşəri vəsf elədi. Orada çox münacatlar var Əli ibn Əbi Talibin ki, yəni söhbətimiz kənara çıxmasın deyə onlara işarə etmədim. Sadəcə olaraq söz çəkdi, bunu xatırlatmaq istədim ki, yəni xuşu və xuzu ilə qılınan ibadət budur. Zaten müminin əlamətlərindən biri xuşu halında namaz qılmasıdır. Quran-ı Kərim Müminin surəsi 1-ci ayədə Allah Teala buyurur: "Qad aflahal mu'minunəllezina hum fi salatihim xaşi'un." Nicata çatdı o möminlər ki, onlar namazlarında xuşu halındadılar. Bir adam namazında xuşu halında deyilsə, bu ayəyə əsasən möminlər zümrəsindən sayılmır. Və digər mühüm bir məsələ ki, bu ibadət məhz bu irfani ibadət, Peyğəmbər və Əhl-i Beyt imamlarının qıldığı bu ibadət insanın ruhunu təmizləyir, insanın əxlaqını tərbiyələndirir, qəlbi dünyaya bağlılıqlardan azad eləyə bilir, ibadəti Allahla diri bir əlaqəyə çevirir, quru əlaqəyə çevirmir. Canlı bir əlaqəyə çevirir. Ona görə İmam Cəfər Sadiq əleyhissalam ibadətin həqiqəti barəsində danışında buyurur ki, Əl-ibadətü cəvhərətun.
kulluhar rububiyyə. İbadət elə bir gövhərdir ki, onun hamısı rububiyyə. Kunhuhar rububiyyə, onun künhü, zatı rububiyyət. Übudiyyət, bəndəçiliyin deyir, künhü, zatı nədir? Rububiyyətdir. Ardınca buyurur ki, übudiyyətdə itirdiyin nə varsa, hamısını deyir, tapacaqsan rububiyyətdə. Übudiyyətdən nədən keçmisənsə bu übudiyyət yolunda, ondan ən xeyirlisini və üstünü rububiyyətdə tapacaqsan, buna əmin ol. Rububiyyətdə gizli olan sirlər ki var, bunlar hamısı o vaxt sənə aşkar olacaq, übudiyyəti dadasan, übudiyyətə çatasan. Və buyurur ki, rububiyyətdə də gizli olanlar usibə fil ubudiyyət, ubudiyyətdə əldə olunar və ubudiyyətdə tapılar. Demək ki, ibadət hərəkət olmadan, əməl olmadan əvvəl ibadət nədir? Mərifətdir. İbadət qorxudan əvvəl nədir? Sevgidir, məhəbbətdir. İbadət bədənin hərəkətindən öncə qəlbin huzurudur. İbadət sadəcə bir vacibi yerinə yetirdim və yükümü boşaltdım demək deyil. İbadət Allaha qovuşmaqdır. Əhl-i bunu istəyir bizdən ki, Allaha bu cür ibadət, fəhmlə ibadət eləyək, huzuru qəlblə ibadət eləyək. İbadətimiz yalnız adətə çevrilməsin, hərəkətə çevrilməsin. İnsan bilsin ki, nə eləyir, kimə ibadət eləyir və niyə ibadət eləyir. Bunun üçün Əhl-i bizə çoxlu tövsiyələri var ki, o tövsiyələrə diqqət etmək lazımdır. Keyfiyyətə daha çox diqqət yetirmək lazımdır. Qəlb hazır olsun, mərifət olsun, təfəkkür olsun ibadətimizdə. Allaha bağlanan ruh olsun ibadətimizdə. Belə olan halda biz Əhl-i bizə təqdim etdiyi ibadəti dada biləcəyik. İndi gəlin bir müqayisə aparaq. Peyğəmbər və Əhl-i namazı ilə bizim qıldığımız formal ibadət, bizim yerinə yetirdiğimiz formal ibadət arasındakı fərqləri. Birincisi hədəf baxımından. Formal ibadətdə hədəf nədir? Şəri təklifi yerinə yetirmək. Allah bunu mənə vacib eləyib, gəldim, qıldım, yerinə yetirdim. Amma həqiqi ibadətdə, mərifət ibadətindən hədəf nədir? Əl-qurbi minallah, Allaha yaxınlaşmaqdır. Allahı tanımaqdır, Allahı sevməkdir. Gəlir məsələn, hədəf, səbəb baxımından ki, bu ibadəti mən eləyirəm, niyə eləyirəm? Şəkli ibadətdən səbəb nədir? Qorxudur, cəzanın qorxusudur və ya cənnətin savabına olan tamahdır. Amma irfani ibadətdə səbəb sevgidir, şükürdür, Allahın əzəmətini duymaqdır, Allahın əzəmətini hiss etməkdir. Necə ki, Əmir əl-Möminin buyurur, nə qorxudan sənə ibadət etdim, nə cənnətinə olan tamahdan doğru sənə ibadət etdim. Vəcəddükə əhlən lil ibadəti fəabədtükə, səni ibadətə layiq bildim. Səndə elə gözəlliklər gördüm ki, sənə tapındım, sənə sığındım, sənə pərəstiş etdim, sənə sitayiş etdim, sənə yalvardım, səndəki gözəlliklərin mənə keçməsini istədim. Qəlb huzuru baxımından, formal qılınan ibadətdə yalnız cəsədin hərəkətidir, qəlbin huzuru yoxdur, zehin dünya ilə məşğuldur, ibadətdən başqa hər şeylə məşğuldur. Yəni, ibadətimiz bəzən bu cürdür, dünyaya məşğuluq, təkbir deyirik, giririk dünya işlərinə, bir də salamları deyəndə ayılırıq ki, bitirdik ki, biz namazı biz. Namazımızda namazdan başqa hər şey var. Bu şəkil ibadət, formal ibadət budur. Amma irfani ibadət nədir? Xuşu var, intibah var, diqqət var, özü Allah qarşısında hazır görmək var. Və təsir baxımından da fərqlənirlər bir-birindən. Şəkil ibadəti, forma ibadəti insan əxlaqını düzəltmir. İnnə salətə tənhə anil fəhşəyi vəl münkər. Namaz insanı pislikdən, çirkinlikdən çəkindirər. Bu, Quranın qoyduğu bir düsturdur, qaydadır. Həqiqət budur. Namaz insanı pislikdən çəkindirər. Amma forma ilə qılınan namaz, məzmunsuz namaz yox. O namaz ki, orada huzur var, xuşu var, intibah var, orada qəlbin hazırlığı var. Məzmun var, o namaz insanı çirkinlikdən, pislikdən çəkindirər. Forma ibadəti insanı pislikdən çəkindirmir. Hətta pis xüsusiyyətlərlə də bir yerdə cəm ola bilir. Çünki adətdir bu. Görsən, namaz qılır, bu qəzəblidir. Qəzəb hissi buna hakimdir. Ona zülm eləyir, buna zülm eləyir. Amma görür, vaxtında da namazını qılır. Forma namazı qılır. Məzmun uzaqdır, məzmundan xəbərsizdir. Amma irfani ibadət, Peyğəmbər və Əhl-i bizə təqdim etdiyi, İslamın bizə təqdim etdiyi ibadət nədir? Nəfsi təhzib eləyən, tərbiyələndirən ibadətdir. Bu, bizdə əks olunur, insanda ali xüsusiyyətlər formalaşdırır. Sidiq, doğruluq, təvazökarlıq, mərhəmət, rəhmət duyğuları formalaşdırmalıdır insanda. Allahla əlaqə baxımından da bir-birindən fərqlidir. Forma ilə qılınan ibadət yalnız əmri yerinə yetirməkdir. Və Allahdan çox uzaqsan. Sadəcə əmri yerinə yetirirsən.
Amma irfani ibadət qeyd etdiyimiz kimi bir yaxınlıqdır. Allahla münacatdır, gizli söhbətdir, pıçıltıdır. Başı yerə qoyub sən səcdə eləyib, orada bir dənə Subhanallah deyirsən, ərşə əladan gəlir sənin səsin. Əgər sən məzmunu ilə deyə bilsən bunu. Mələklər orada sənin o səsi duyur, Subhanallahı duyur. Ona görə Həzrət Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, Əbudullaha kənnəkə tərah. Allaha elə ibadət et ki, onu görürsən. Və in ləm yəkun tərahu fə innəhu yarakə. Sən onu görməsən də o səni görür. Bu hədis-i şərifdə iki mərtəbəyə Peyğəmbər işarə eləyir. Biri budur ki, bu mənəviyyat yolunun yolcusu Allahın cəmalının müşahidəsindədir. Məhbubun cəmalının müşahidəsindədir. Təcəlliləri görür, qəlb gözü ilə o təcəlliləri görür. Qəlbin qulaqları kilitlənib. Qəlbin gözləri kilitlənib. Ondan savayı heç nəyi görmür. Nə məhzəri görür, nə huzuru görür. Heç məscidi də görmür, səccadəsini də görmür. Böyük ariflərdən Həddad deyirdi, əgər bu bəzəkli xalçanın üstündə qıldığın namazla bu quru torpaqda qıldığın namaz arasında bir fərq hiss eləsən, namazında problem var sənin. Məkan sənin üçün fərq eləməməlidir. Sən Allahın huzurundasan. Ha bu güllü xalçanın üstündə dayandın, ya bu mehrabda dayandın, ha getdin bir torpağın üstündə, çöllükdə ibadət elədin. Sən Allahın huzurundasan. Əgər onu görə bilirsənsə, cəmalı görə bilirsənsə, ətraf körsən, ətrafı görməyəcəksən. Yox, bu məqama gəlib çatanmamışıq ya Rasulallah biz. Deyir, heç olmasa onda huzuru gör, məhzəri gör ki, sən kimin huzurundasan. Özül gör ki, mən ilahi sənin huzurunda dayanmışam. O huzurun da bir adabı var ki, deyir, o adaba riayət elə, o adabı yerinə yetir. O adabdan məhrum olma. Kamil ibadət budur ki, mütləq Allaha bağlanmaq. Buna inqita deyilir. İnqita ərəb dilində qətə, kəsmək sözündən götürür. İnqita kəsilmək. Hər şeydən qopub Allahla olmaq. Hər şeydən qopub Allahla olmaq. Bütün əğyarı qovmaq, yadlardan uzaq durmaq, qəlbi tamam yadlardan, yad fikirlərdən, yad düşüncələrdən, hər şeydən təmizləmək, hər şeyi unudub gəlib burada o təkbirətül ehramı deyirsən, mehrabdır da, mehrab hərb sözündən götürülüb, döyüş sözündən. Mehrab da eyni köklü sözdür. Bura şeytanla olan döyüşdür. Gəlmirsən, üzü tutmursan bura, burada sən qalib gəlməlisən. Hər bütün nəfsani istəkləri var. Şeytanın bütün o əskərlərin, o pis xüsusiyyətlər şeytanın əskərləridir. Onların hamısına qalib gəlməlisən. Allahdan savayı hər şey sənin üçün yoxa çevrilməlidir ki, o halda Allahın böyüklüyünü, əzəmətini duya biləcəyik. Əmir əl-Möminin əleyhissalamın Şaban münacatı var. Gör nə deyir o Şaban münacatında? İlahi həbli kəmələl inqita'i ileyk. İlahi sənə doğru bağlılığın, hər şeydən qırılıb sənə bağlılığın kamilliyini mənə bəxş et. Və ənir əbsarə qulubinə bidiyai nəzarihə ileyk. Qəlblərimizin, gözlərin sənə baxmaqla onları işıqlandır, ziyalandır, nurlandır onları. Hətta təxriqə əbsarəl qulub hucbən nur. Ta ki deyir bu qəlblərimizin gözləri nur hicablarının hamısını dəlib keçsin. Fətəsilə ilə mədinil azamə. O əzəmət mədəninə gedib çata bilsin. Və təsiru ərvahına muallaqətən bi-izzi qudsikə. Və bizim ruhumuz sənin o qudsiyyətinin izzətindən asılı şəkildə qalsın. Bu həqiqi ibadət budur. Və xüsusiyyətlərdən ki, mühüm xüsusiyyətlərdən ki, diqqət eləyək ki, şəkil ibadəti, formal ibadətdə insan çalışır tez qılsın. Heç nə oxuduğunu, nə dediyini də xatırlamır ki, bu namazda mən nə qıldım, nə oxudum, hansı zikri dedim, hansı surəni, ayəni oxudum. Amma irfani ibadət sənə İyyəkə nə'budu və İyyəkə nəstəini hiss etdirir. Biz namazımızda hər gün oxuyuruq da Fatihə surəsini. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil aləmin. Ar-Rahmanirrahim. Maliki yevmiddin. Bura kimi diqqət eləyin. Bax, bura kimi ayələr üçüncü şəxsdədir. Bismillahirrahmanirrahim. Rahman və Rahim olan Allahın adıyla. Elhamdülillahi Rabbil aləmin. Aləmlərin Rəbbi olan Allah həmd olsun. Ar-Rahmanirrahim. Rahmandır, Rahimdir. Maliki yevmiddin. Din gününün sahibidir. Üçüncü şəxsdən gedir söhbət. Birdən-birə xitab dəyişir. Birbaşa Allah xitab edir. İyyəkə nə'budu və İyyəkə nəstəin. Yalnız sənə ibadət edirik, yalnız səndən yardım diləyirik. Alimlərimizdən biri təfsirdə bunu çox qəşəng izah verir. Deyir ki,
Bunu bəndə o vaxt həqiqəti ilə deyə bilir ki, o qeyblər hamısı bunun üçün aradan geçsin, qeybin pərdələri çəkilsin. Bura kimi qeybdir. Bütün qeyb pərdələri çəkiləndə, o ilahi cəmalıdır, müşahidə eləyəndə deyə bilir, İyyəkə nə'budu və İyyəkə nəstəin. Onda həqiqəti ilə deyəcək. İmam Cəfər Sadiq əleyhissalamdan və yaxud da İmam Zeynalabdin əleyhissalamdan hər iki imam barəsində bu nəql olunub. Mümkün deyil, hər iki barəsində də doğrudur. Bəzi deyir Maliki Yevmiddin ayəsi, bəzi hədislərimizdə deyir ki, İyyəkə nə'budu və İyyəkə nəstəin ayəsidir ki, bu ayənin gəldi çatdı namazında İyyəkə nə'budu və İyyəkə nəstəin o qədər təkrar elədi ki, özündən getdi, yıxıldı yerə. Namazda yıxıldı yerə. Ayıltdılar. Dedilər, İbn Rəsulullah, nə oldu sənə? De, bu kəlməni o qədər dedim ki, xitab edənin özündən eşitdim, bədənim təhəmmül edə bilmədi. O nuriyyəti bu bədən qaldıra bilmədi. Həqiqətdə də bu cür olur. Ona görə Əmir-əl-Möminin təqvaları vəsf eləyəndə deyir ki, əgər Allahın yazdığı əcəl olmasaydı, bir an onların ruhu bu bədəndə qala bilməz. Niyə? Şövqdən dolayı. Elə bir şövqdədirlər ki, elə bir gözəlliyin şövqündədirlər ki, Allahın təyin etdiyi əcəl olmasa, ruh bu bədən qəfəsini tərk eləyib gedəcəkdir. Bu mövzudan danışmağın məqsədi budur ki, bilirsiniz, biz artıq Rəcəb ayının qarşılayırıq. Gələn həftə inşallah Rəcəb ayıdır. Rəcəb, Şaban, Ramazan, bunlar mənəviyyat aylarıdır. Bu 3 ay, insan həyatında bu 3 aya xüsusi bir yer ayırmalıdır. Mənəviyyatımızı doldura bilək ki, gələn bu 3 aya çatana kimi o ömrümüzün o hissəsini mənəvi bazamız tükənməsin, bitməsin. Rəcəb barədə çox hədislərimiz var. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, İnnə Rəcəb şəhrallah, Rəcəb Allahın ayıdır. Düzdür, bəzi rivayətlərimizdə Şəhrullah Ramazandır, Ramazan Allaha ayadlanıbdır. Bu hədisdə bu cür nəql olunub. İnnə Rəcəb şəhrallah, Rəcəb Allahın ayıdır və Şəbanu şəhri, Şaban mənim ayımdır və Ramazan şəhru ümməti, Ramazan ümmətimin ayıdır. Fəmən samə fihi, hər kəs bu ayda, yəni Rəcəb ayında oruç tutsa, İstəvcəbər ridvanəl əkbər, böyük rizvanı əldə eləyər. Böyük rizvan birisi nədir? Tövbə surəsində Allah Teala cənnətin nemətlərindən danışır. Cənnətin təcrimin təhtihəl ənhar, altından irmaqlar, çaylar axan, meşələr, ağaçlar falanlar. Bundan sonra bircə kəlmə deyir. Və ridvanu minallahu əkbər, Allahdan olan rizvan daha böyükdür. Cənnətin nemətlərindən də böyükdür o rizvan. Ki bu hədisdə də Həzrət Rasulullah buyurur ki, hər kəs bu ayda oruç tutarsa, rizvanul əkbər, ən böyük rizvanı əldə etmiş olar, ona haqqı çatar. Bu mənəviyyat aylarında başlayırıq Rəcəb ayı ilə. Sonra gəlirik ki, bu Rəcəb ayı bu hədisdə Allah ayadlanır. Sonra gəlir Şabana, Peyğəmbər ayına. Sonra gəlir Ramazana ki, Ramazan ümmətin ayıdır. Niyə hədisdə bu xüsusiyyətlər vurğulanıb? Balaca bir ona işarə eləyək. Rəcəb azuqa toplama ayıdır. Mənəvi azuqanın başlanğıc ayıdır. Gərək qəflətdə olmayasan, bu ay çalışasan, azuqanı toplayasan. Nafilə ibadətlərlə, bu ayda təyin olunmuş namazlar var, zikirlər var, Quran-ı Kərim oxumaqla, oruç tutmaqla. Şaban ki, Rasulullah deyir, mənim ayımdır. Şaban, Peyğəmbər və Əhl-i Beytin təvəssül ayıdır. Təvəssül təhcə o demək deyil, məsələn, biz gedək öz dünyavi ehtiyaclarımız üçün Peyğəmbər və Əhl-i Beytinə təvəssül edək. Bu təvəssülün ən aşağı mərhələsidir. Ki, biz gəlirik, məsələn, deyirik ki, ilahi, Peyğəmbərə xatir və ya Əli ibn Əbi Talib xatir, nə bilim, xəstəmə şəfa ver deyirik, ruzi istəyirik, filan istəyirik, aşağıdır bunlar. Dünya istəyi olduğu üçün aşağıdır. Təvəssül vasitə deməkdir. Peyğəmbər və Əhl-i Beyt bizi Allaha çatdıracaq vasitədir, ən əsası budur. Biz bu ayda, Şəhban ayında da buna diqqət etməliyik ki, Peyğəmbər və Əhl-i Beytin mənəvi aləminə daxil olmalıyıq. Onların yaşadığı o mənəvi aləmi yaşamalıyıq ki, onlar vasitə olsunlar, bizi Allaha çatdırsınlar. Ramazan, Ramazanül Kərimdə deyirik, görürüz, eşitmişsiniz yani, səxavət ayıdır, mərhəmət ayıdır. Əməkdaşlıq ayıdır, yoxsullara, kimsəsizlərə, imkansız insanlara dəstək olmaq, kömək etmək ayıdır. Quran-ı Kərimdə buyurur ki, təavvənə aləl birri və təqva, yaxşı işlərdə bir-birinizlə əməkdaşlıq eləyin, təqvalı işlərdə əməkdaşlıq eləyin ki, biz bunu daha çox Ramazan ayında görürük. Bu mənəviyyət aylarına diqqət edək və gəldik ki, Rəcəbə, Rəcəbdə çalışmalıyıq ki, ibadətdə özümüzü əridək, özümüzü ibadətə həsr eləyək. Bir ümumi Rəcəb əməlləri var, bir də xüsusi əməllər var, müxtəlif ibadətlər var. Allahın rizvanul əkbərini istəyən bəndə gərək bunların hamısından eləsin, tək bir yönümlü olma. Həm Quran oxu, həm zikirlə məşğul ol, həm namaz qıl, həm xeyir işlər görgünən.
Bunların hamısını et ki, o Rizvanul Əkbərə, o böyük rizvana sahib ola biləsən. Qısaca baxdım ki, nədir əməllər? Oruç tutmaqdır. Bu ayda oruç tutmaq müstəhəbdir. Könüllü ibadətlər var, yəni nafilə ibadətləri. Zikirlər var, təsbihlər var. Dualar var, xüsusi dualar var. Qurani Kərimin qiraəti bu ayda çox müstəhəbdir. Həzrət Rasulullah Rəcəbin fəziləti, Rəcəb ayında oruç tutmanın fəziləti barədə danışdı. Bilirsiniz də, bəzi hədislərimizdə var, cənnətdə bir göl var ki, onu yalnız Rəcəbdə oruç tutanlar ondan içər, qiyamət günü səslənlər, eynər Rəcəbiyyun, hanı o Rəcəb əhli gəlsinlər. Onlara xüsusi lütf, fəzilət var. Rasulullah bunu danışanda bir nəfər qalxdı dedi ki, ya Rasulallah, ey Allahın Peyğəmbəri, əgər bir adam Rəcəb ayının orucunu tutmaqda acizdir, zəiflik baxımındanmı və ya hansısa bir xəstəliyi var ona görəmi və ya qadın da pak dönəmində deyil, nə etsin ki, sənin vəsf etdiyini əldə eləyə bilsin? Allah Rəsulü buyurdu ki, hər gün bir miskinə bir parça çörək versin, rəğif, bir dənə çörək, aparsın bir miskinə, bir acı doydursun. And olsun canım əlində olan Allaha, əgər bu sədəqəni verərsə, mən vəsf etdiyimdən də daha böyüyünü əldə eləyəcək. Bütün xəlaiq yığışalar onun cənnətdəki dərəcələrini, fəzilətlərini yazarlar, təyin eləyərlər, təyin eləyənməzlər. Heç onda birini deyir, təyin edənməzlər. Bir nəfər dedi, ya Rasulallah, sədəqə verməyə də gücü yoxdur bu adamın. Onda neynəsin ki, sən vəsf eləyəni əldə eləsin? Allah Rəsulü buyurdu ki, bu zikr etsin, bu təsbihi etsin. Subhanəl iləhil cəlil, subhanə mən la yənbəği təsbihu illə ləh, subhanəl əəzzil əkrəm, subhanə mən ləbisəl izzə və huvə əhlun ləh. Məfatihül Cinan kitabında mövcuddur ki, bunu deyir, gün ərzində 100 dəfə bu təsbihi, bu zikri desin. Zikr insana Allahın böyüklüyünü təlqin etməkdən ötürü da. Biz çox zaman ədədə baxırıq, ədədə baxmayın. Məduda baxın, sayılana baxın, saya baxmayın. Zikirdə saya baxdıqca zikrin mahiyyətine uzaqlaşacaqsan. Yəni, məsələn, bir zikr etsən 100 dəfə bunu deyim, gözün qalıb, o indi təzə zikrometrlər var da, zikir sayını deyən. Gözün qalıb ki, 100-ə çatın. Onda heç dediyi də bilməyəsən, mənasından da uzaq olasın. Ədəd mühüm deyil, mühüm olan mənadır. Dediyin sözün mənasıdır, zikrin mənasını yaşamaqdır. Subhanallah deyirsən, Subhanallah nədir? Allah münəzzəhdir, pakdır, ucadır. Bunu insan o vaxt deyir ki, paklığı görür, o ucalığı görür, içində bir təəccüb yaranır və bu təəccübü ifadə eləyəndə deyir, ey Allahım, sən necə gözəlsən, sən necə müqəddəssən, sən necə münəzzəhsən, sən necə paksan, səndə bir zərrə bir nöqsan yoxdur. Zikir bunu təlqin etməlidir bizə. Ki, bu zikri də deyəndə buna diqqət eləyək ki, Rəcəbin dualarının birində də deyilir ki, Allahümmə əsəlükə səbrəş-şəkirinə lək və amələl-xaifinə mink və yəqinəl-abidinə lək. İlahi, mən səndən istəyirəm şükür edənlərin səbrini, səndən istəyirəm qorxanların əməlini, səndən istəyirəm abidlərin yəqinini, sənə həqiqi ibadət edən o abidlərin yəqinini. Səbir istəyək, amma bu səbir ona görə deyil ki, dünya və axirət nemətlərinə çataq. Bu səbir Allahın bizə bəxş etdiyi bu nemətlər müqabilində şükür edir, ya o şükrə səbir etmək lazımdır. Və əməlül xaifin, əməl eləyəndə də əməlimizdə də bir azacıq da olsa qorxu içində olaq. Fikirləşməyək ki, mən bu əməl eləmişəm, bu əməl mənə qutar deyə. Mən 2 rükət namaz qıldım, mən cənnət deyəm, bu cür deyil. O bir nəfər deyir, bəzilər var, elə bilir ki, 2 rükət namaz qılıb, Həzrəti Cəbrail də bunun başmağını cüt deməlidir. Yox, bu cür deyil məsələ. Bəli, 2 rükət, o 2 rükət ki, Peyğəmbərdən hədis var, hər kəs 2 rükət namaz qıla və ləm yuhaddis nəfsəhu bi şeyin minəd dünya. Dünyaya aid bir şey onun içinə gəlməyə, qəlbinə gəlməyə. Bu 2 rükət məqbuldur, bu 2 rükət kifayət eləyəcək ki, sənə mükafatı əldə eləyəsən, cənnəti əlanı qazanasan. Qəlbində dünyaya aid bir şey gəlməyə. Və yəqinil abidin və ibadət edənlərin yəqininə gələk çataq ki, yəqinimiz sadiq yəqin olsun, kazib yəqin olmasın, yalancı yəqin olmasın. 2 cür yəqin vardır, bir o doğru yəqin, bir var yalancı yəqin. Biz aparırıq, birini basırırıq qəbirdə dəfn eləyəndə, hamımız baxırıq, belli edirik bir-birimizə. Bir gün də bizi gətirib belə basıracaqlar. Əminik də buna, amma yalandan əminik. Çünki oradan çıxan kimi o yaddan çıxır gedir. Hətta orada oturub bir-birinə zarafat eləyənlər var. Görür ha, bastırılır orada. Bir-birinə zarafat eləyirlər. Sadiq yəqin, doğru yəqin. Doğru yəqin istəyə Allahdan ki, çünki şəklə, elnən olunan ibadətin bir faydası yoxdur.
Hədisdə də buyurulur ki, yəqinlə yatmaq şəklə olunan ibadətdən daha xeyirlidir. Yəqinin var Allaha. Yəqin içərisindəsən, sorğu-sual var, hesab var, Allah qarşısında sorğu-sual olunacam, hesab olunacam, cənnət var, cəhənnəm var. Buna əminəm və buna görə də həyatımı qurmuşam, bu yəqin əsasında yaşayıram. Bu adamın yuxusu o şək şübhə içində ibadət eləyən ibadətindən daha xeyirlidir. Məqsədimiz bu olmalıdır ki, ibadətdən də məqsədimiz bu olmalıdır ki, ilahi, həqiqətən də sən ibadətə layiqsən və mən də istəyirəm ki, şükür edən bir bəndə olam. Allah Teala bizi şükür edən bəndələrdən qərar versin inşallah. Peyğəmbər və əhl-i beytin kəmalı, cəmalına salavat zikr edək.